Şərqi Zəngəzur və Qarabağa qayıdan əhalinin iqtisadi fəaliyyətinin stimullaşdırılması, onların məşğulluq imkanlarının artırılması, müxtəlif peşələrə yiyələnməsində dəstək göstərməkdən ibarətdir. Və bugünkü yarmarkada müşahidə etdiyiniz kimi, keçmiş məcburi köçkün soydaşlarımızın əl işləri olan müxtəlif məhsulların həm belə deyək, təqdimatı, həm satışı təşkil olunur. Bu çox gözəl bir işdir, xeyirxah bir əməldir. Qarabağda gələcəyə verilmiş bir töhfədir. Güclü xanımlarımızın gözəl əl işləri, incə toxunuşları və qadın yaradıcıdır, qadın böyük qüvvədir. İnşallah Qarabağımızın çiçəklənməsində mən də istəyirəm ki, mənim də böyük bir töhfəm olsun. Təşəkkür edirik layihə rəhbərlərinə də, minnətdarlığımızı bildiririk. Çox hörmətli qonaqlar, əziz iştirakçılar və dəyərli media nümayəndələri, hər biriniz xoş gəlmişsiniz, səfalar gətirmişsiniz.